1 milyon 100 mindən artıq vətəndaşın əmək pensiyası artacaq. Gəliri dəyişməyən ailə daha çox sosial yardım alacaq. Sahibkarların vergi xərcləri azalacaq, hibrid avtomobillərə tətbiq edilən ƏDV güzəşti başa çatacaq. Yanvarın 1-dən etibarən Azərbaycanda bir sıra qanunlar qüvvəyə minəcək. Millət vəkili Vüqar Bayramov deyir ki, yanvarın 1-dən etibarən həm sosial, həm də iqtisadi sahədə dəyişikliklər olacaq. Məsələn, 2026-cı il üçün ünvanlı dövlət sosial yardım meyarı 300 manat müəyyən edilib. Növbəti ildən etibarən həm sosial, həm iqtisadi sahədə bir sıra dəyişikliklər olacaq. Nəzərə alsaq ki, yanvar ayından etibarən əmək pensiyaları haqqında qanuna uyğun olaraq indeksləşdirib artırılması nəzərdə tutulur. Və gözlənilir ki, bütün növ əmək pensiyaları 9,2% artırılacaq. Sosial istiqamətdə digər vacib addım ehtiyac meyarının artırılması ilə bağlıdır. Belə ki, növbəti ildən etibarən ehtiyac meyarının 300 manata çatdırılması, ünvanlı sosial yardım proqramı yeni qoşulan vətəndaşlarımızın ünvanlı sosial yardım məbləğinin artmasına gətirib çıxaracaq. Vüqar Bayramovun sözlərinə görə iqtisadi sahədə də mühüm dəyişikliklər gözlənilir. İqtisadi sferada bir sıra dəyişikliklər nəzərdə tutulub və belə vacib dəyişikliklərdən biri sadələşmiş vergi dövriyyəsinin artırılmasıdır. Sadələşmiş vergi dövriyyəsi 200 min manatdan 400 min manata artırılacaq. Növbəti ildən etibarən həm də ölkəyə idxal edilən hibrid və elektrik avtomobillər üçün nəzərdə tutulan güzəşt də başa çatır. Onların idxalı zamanı artıq vergi tətbiq olunacaq. Bu artıq avtomobil bazarına təsir göstərib, avtomobil bazarında müəyyən qiymət artımları müşahidə olunmaqdadır. Bundan başqa yeni qüvvəyə minəcək qanunlardan biri də xüsusi icra orqanlarının məhkəmə icra sistemində iştirakının nəzərdə tutulmasıdır. Yanvarın 1-dən taksi ilə bağlı da Azərbaycanda yeni qaydalar tətbiq olunacaq. Taksi sayı limitlənəcək, daha ciddi tənzimləmələr olacaq. Kənan Qafar, Səbuhi Mustafayev, Xəzər xəbər.